Bekar Times epizod 2. Hər kəsə salamlar. Sizi Bekar Times'ın növbəti epizodunda qarşılayırıq. Bugünkü qonağımız Riyad. Hər kəsə salam. Babın xalası oldu. İndidən deyim biləs. Gəlibdi təhləməyə mən. Bugünkü bizim... Başlamamışdan öncə Bəli. bizim sponsor Mediatek Bakuya dərin təşəkkürlərimizi bildirmək istəyirik. Bugünkü epizodun adı Azərbaycanda temalar qurtarmır. Brat, səncə niyə qurtarmır? Bilmirəm niyə qurtarmır, amma başlayaq. Başlayaq inşallah. Allahu Muhammed ya Ali. Yaxşı. Bu elədik, yaxşı, bu zordur. Və arxasını gətirmək lazım. Gətiririk də. Gətirək onu. Azərbaycan ifadələri. Azərbaycan ifadələri. Maraqlı söhbət. Nə deyə bilərsən Azərbaycan ifadələri haqqında? Ən sevdiyin Azərbaycan ifadəsi hansıdır? Ən sevdiyim yox, amma Ən çox işlətdiyin. ən çox rastlaşdığım Okay. ifadə sən öl ifadəsi. Bir adam o birisi adama nəyisə inandırmaq üçün ona ölümünü üçün arzu eləyir. Mən bunda məntiq tapmıram əslində. Mən tapıram biraz. Gəl mən deyim, mən niyə məntiq tapmıram, sən də sonra mənə sındır. Niyə sənsin? Təsbih zatsan Murat, mən sən deyirəm. Estağfurullah. Bax, mən sənə nəsə sübut eləməyə çalışıram. Sən son stili kimi danışdın ha. Mən gəlib sənə Bax. deyirəm ki, Mənlə mən sənə Dil gəlib eləmə. deyirəm ki, Orxan, bax bu stakanın içində Aha. Pepsidir. Aha. Sən öl. Burada su olsa, sən öləcəksən. Niyə sən? Və mən niyə sənə sübutu sənin ölməyinlə sübut eləməyə İndi- hazırlaşıram? Bir dənə tema deyim də. İnsanlar da bir neçə tipə bölünür. Aha, Onu mırta yalan kimi demək, aha. biri də var ki, həqiqətən onu ciddi formada demək. Sən nə fikirləşirsən? Əslində sən ölün çox dərin mənası var. Amma Akademik danışır. biz kiməsə nəyisə inandırmaq üçün öz ölümümüzü desək, Aha. o qədər dəyərli olmayacaq. Niyə? Sən yəni kiminsə həyatını öz həyatından daha çox sevirsən? Yox da sən qarşındakı Yox da baxma da. Sən çox yəni ciddidir də, yəni bu sənin bu Yəni- sən vururamsa deməli tema dəhşətdir də. Amma özüm özüm öldüm. Özüm həm də mən olur olsun da. Yəni. Söhbət odur. Sən öz sözünün imenli mənası məncə budur qaqa. Amma ki indi nə deyim ya qaqa? Çox qaqa dedim. Bilirəm. Yaxşı qaqa. Yaş qaqa. Qaqulik. Orxan qaqa. Başqa nə ifadələrlə rastlaşırsan sən tez-tez? Sən də Bakıda bizdən mən çox deyim də. yaşayırsan. Başıva dönüm. Dönərəm, başıma dönürsən. Niyə başıva dönüm? Çox maraqlı bir əslində ifadədir. Başıva dönüm. Yəni məncə bilsən, yəni başıva o adam olur da, başının ətrafında dönür də, sənin üçün hər şey eləyir, həmişə yanında olur. Məncə odur. Bırak bir yerde var çok maraqlıdır. Ayağımın altında şıppıldayım. Tema budur. Zəhmət olmasa bunu mənə açıqlayın. Ayağımın altında şıppıldayım. Nə fikirləşirsən? Mən onu eşitməmişəm. Mən onun Mən də başqa eşitməmişəm. versiyasını Mən də başqa şeylər eşitmişəm. Yox, imenli o versiya var. Məncə bunu eşidib də yəni cəmaət 100%. Mən ayağının altında ölüm söhbətini eşitmişəm. Ayağımın altında Şey, bu- ölüm. Ayağımın altında ölüm köhnə zamanların sözləridir. Ayağımın altında şıppıldayım. Müasir gənclərin dediyi bir Axı ölüm fraza. necə? Nə sən də başa düşürsən ayağımın altında Ayağının ölüm altında deyəndə. ölüm deyəndə ki, yəni balıq kimi başa düşmürəm o temaları. Ayağımın altında ölüm də. Yəni o qədər sən mənə Niyə yaxınsan ki, Azərbaycanda bu ölüm bax sən öl, özüm ölüm, ayağımın altında ölüm. Sonra şey var bax. Bax ciyərvi yeyərəm. Ciyərim kababdır sənin üçün yeyirsən. Ciyər O, kababı. o sənə deyir, boynuvu sevmə şeyi də frazası da, yəni. Sən boyunu sevir də, səni çox istəyir ki, sən Ciyərimi hətta. Yəni Abi mənim sən- orqanımı çıxardıb mənim bədənimdən yeyir. Məcazi mənalı deyilən bir frazalar var da, o məcazi mənalı deyilən. Başa bir düşürəm. fraza. Biz də bunu danışırıq da elə. Bildim də indi deyilir, indi onu sən niyə yesin ki? Yazıq niyə yeyir ki? O sən boyunu sevir də, sən niyə yesin o? Sənin orqanla nə iş var onun? Bu niyə ciyərimi yeyir? Kartel zadlı o. Deyirlər ciyərvi yeyərəm ha sən. Ciyərvi yeyərəm sənini, okey, sən ciyərvi yeyərəm kimi bu sözü deyir. O ciyərvi sənin imenini həqiqətən ciyərvi yeyərəm kimi mənasında demirəm. Başa düşürəm, amma ifadənin özündə niyə ciyərvi yeyir? Qaqa get onu deyəni, Sən nə məncə fikirləşirsən? tap. Get məncə onu tapın. tək cərvi yeyim deyil, Hə. həm də sən yeyərəm söhbəti. Kanibalsan? Yəni
o qədər mən görməmişəm ki, Onu kimsə deyirəm, kimisə mən sevsin. Gedim sən yeyim. Sən yeyərəm. Ya Amma komplimentdir. hə. Sən yeyərəm, sən çox Bir dənə də qəşəngsən, ifadə var, şirinsən. çox maraqlı ifadə. Təkərə düşmək. Orxan, sən nə vaxtsa təkərə düşmüsən? O qədər. Yəni Ba- o qədər. Yəni təkərə düşmək, onun məcazi mənası da var. Yəni bildiyimiz məcazi məna təkərə düşmək. Bir də həqiqi mənası da təkərə düşmək. Yəni 4 dənə təkər var, onların arasında sən. Ya o təkərə düşmək necə bir şeydir ki, onu nətər kəşf eləyiblər ki, təkərə düşmək. Ya deməli kimsə təkərə bir dəfə düşüb. Bunlar da ondan sonra deyiblər ki, çıxılmaz situasiyadasansa, sən təkərə düşmüsən. Ola bilər bura. Amma mən bir dəfə bildiyin təkərə düşmüşəm. Bir dəfə barbekü partisində idik. Həyatda böyük traktor təkərlərindən var idi. Sən KAMAZ təkəri. Biz də bir pong oynamışdıq. Nastenimiz zor idi. Girdik təkərin içinə. Başladıq belə fırlanmağa. Ya o həqiqi mənadadır. Amma yəqin biz ki, danışdığımız söhbət Sözdə başqa problem söhbətdir. bilsən nə idi? Təkərin içindən çıxmaq olmurdu. Ona görə məncə deyirlər ki, təkərə Çıxa düşmək budur. bilmirdin. Gedirdi belə, ya yerdəsən, ya göydə. İlişmirsən belə, o da belə bağlanaraq üstübə. Çıxa bilmirsən. Təkərdəsən, mas, fırlanırsan. Sözün ucuyla təkərə düşməkdə. Deməli təkərə düşsənsə, sən bunu yoxlamısan. Sən təbii şeydir. Sən təbii Mən əsl həyatda praktiki təkərə düşmüşəm. Sənə halaldır, var üstündə. Makar tipli tapanca. Tapanca. Sonra gəl indi biz sənə nə deyə bilərik? Başqa nə idiomalar belə söz Bir dənəsi də bilirsən? var. Hansı? Prosta biraz qəribə idiomadır. Hansı? Bu başda adam deyil. O nə? Heç nə. İxrac eləyə bilmir. Ya da ifrac, dəqiq bilmirəm hansı sözdür. Həm də heç nə yeyə bilmir elə insan. Onun nə girişi var, nə də belə çıxmasın çıxışı. Az dedi, saz dedi qaqa. Mən nə deyim ya, buna oturdum belə fikirləşdim, das qanalı beynimdən keçdi. Cavab tapa bilmədim. Üzrü sənə amma cavab tapa bilmədim. Yəni oydu. Və sən nə fikirləşirsən? Səni təbrik edirəm. Önü necə bax? O necə adam var? Kəşf eləyiblər. Məncə belə bir adam olub. Onun bizə nə İnanmıram. söz demirsən? İnanmıram. Ona hədə girməyib də o insana, nə söz girib, nə də ondan heç bir söz çıxıb heç vaxt. Niyə çıxmayıb bu insandan? Hə, nə elə adamdır, nə belə ördək kimidir də bilsən, nə qartal kimi uça bilir. Sən söz deyim də. Hə. Aşağı başa düşdük. Yuxarı. Və yuxarı olmasa nətər yaşayır? Yo, orada baş, biz səninlə yeməyi fikirləşdik, amma məncə orada baş beyin mənasına gəlib çıxır. Ki, nə Özümün yası yoxdur da. hə, nə başı var ki, fikirləşsin. Nə də Gücü var. hə, o da yoxdur. Duxu var. Duxu da yoxdur. Yəni nə başı var ki, ağıllı olsun, Ya fikirləş. çimodur. Hə, çimoşnik. Всё. Всё, Tapıldı, bildik. gördü. Çimoşnik. 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 Eşq olsun. Eşq Baş, olsun. başqa nə ifadələr var? Nə ilə rastlaşmısınız? Nə deyə? Böyle fikirləşdirici sual da. Əslində dərin sualdır. Azərbaycan dili müəllimlərimizə buradan salamlar. Salamlar, salamlar Azərbaycandan. Uşaqlıqda Azərbaycan nətər bilmirsən, nətər belə oxumusan? Nəyi? Azərbaycan dili. Mən məktəbdə pis, məktəbdə Azərbaycan dili müəllimlərinin məndən xoşu gəlmirdi. Sənin bəs belə. O riski sektordur. Mən Rus ona baxmayaraq, Baxmayaraq. mənim bir müəlliməm var. Aha, Bəlkə də baxır indi. salamlar. Salam Yarxan. Çox möhtəşəm bir müəllimədir. Aha. Yəni tək müəllimliyi yox, həm də həyat müəllimi olub mənim. İnsanlığı Hə, insanlığı. Ona görə o müəllim mənim üçün çox vacib. Çox Hər şey vacib. zor dedi. Çox zor istəyirəm yəni həqiqətən. Prosta Sömüd dedi ki, yəqin indi baxır. Hə, bizə salam verdik. Videomuz boş. Bu indi Deyim sən oldu biraz belə qaldım dedim. kədərləndim. Bir Kədərləndim. saniyə. 100% baxır da yəni oturub bizə bax. Amma məncə baxar inşallah. 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 Baxmalısınız. Baxmalısın Gərxan. Buyurun qardaş. Bəli. sonra nə temalar? Bilməm, mən də məktəbdə məsəl üçün Azərbaycan dili müəllimləri ilə bir müəllimimiz var idi, adını çəkməyəcəm. Bazısı 6-cı sinifdə gəldi bizə ədəbiyyat Azərbaycan dili müəllimi oldu. Gələn kimi məndən bu insanın xoşu gəlmirdi də.
Deyirdi sən rus dilində çox danışırsan, sən kitab oxuyursan, sən bunu eləyirsən. Mənlə didəşirdi dərsdə. Mən sübut eləmək istəyirdi ki, mən cudam. Niyə də o? Çünki cudlardan xoşu gəlmirdi. Yəni insan gəlib ki, dərsdə İsraildən danışırdı. Kişi. Gəlir ki, Ola İsraildən bilər. danışırdı. Ola bilər. O kişi Azərbaycanda ədəbiyyat müəllimi niyə olsun? Niyə olmasın? Niyə də yox? Məktəbdə görməmişəm ya. Bizdə məktəbdə ancaq kişi müəllimi olub, idman müəllimi. Bir də olub hərbi. Fizio. Məktəbdə kişi müəllimi. Amma bu da var. Mən məsələn 2 məktəb dəyişmişəm. Birinci 9-cu sinifə kimi bir məktəbdə oxumuşam. 9, 10, 11 başqa məktəbdə. 9-a kimi ancaq xanımlar idi müəllimlər. Bir də Orxan dediyi kimi kişi müəllimlər idman müəllimi idi, bir də hərbi müəllimi. Amma o birisi məktəbə keçəndən sonra mən gördüm ki, coğrafiya müəllimi kişi ola bilər. Fizika müəllimi kişi ola bilər. Onlar hə o yəni hamısı ola bilər Mənim əslində. hətta Prosta sinif məktəb rəhbəriyim. vaxtı hazırlıqda fərqlidir Babrat. Hazırlıqda hə. Bu məktəbdə biraz olması məktəbdə daima bilsən neçə ilə sən 11. öncə başlayanda 11 yox da. Məsələn 6-cı sinifdən müəllimlər falan dəyişir də. Məndə elə deyil idi. Mən müəllimlərdə 10-cu sinifdə getməyə başlamışam ancaq. Yox, o şeyləri deyir, o birisi dərsləri deyir. 4-cü sinifə qədər sən ibtidai müəllim Hə, bir dənə müəllimə. Ay sağ ol. Sonra 6-dan kimya, Eski fizika, bam 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 bam. Sio da bir də görürük. Azərbaycan konstitusiya dərsində sizə keçirdilər. 100%. Bizə onu Bizdə bir dəfə keçmirdilər. keçiblər. Amma maraqlı bir dərsdir. Musiqi dərsi olub sizdə. 100%. Bizdə heç Hə, bir də, Əmək. mən Əmək bir dəfə musiqi dərsində əmək olub. var idi. Yox. bizdə. Plastilinlə zaten. Ancaq ibtidai məktəbdə. Rəsm var idi. Rəsm xətti idi. Rəsm yox, o da düz əməlli deyil. Yox bizdə var idi. Bizdə hamısını keçirdilər. Konkret keçirdilər. Ən çox da şey vaxtı. 1-ci 4-cü sinif arası. 4-dən sonra onların hamısı yavaş-yavaş gedirdi. İnformatika Mən də falan onu deyirəm əvəzi. də sənə. Yəni orta məktəbdə məndə nə musiqi, cədvəlimdə musiqi dərsi var idi. Gəlib onun yerinə riyaziyyat keçirdilər. Ya da əmək dərsi idi. Mən heç vaxt əmək dərsində, bir dəfə əmək dərsində qızlarımız staliçli salat düzəltmişdi. Ondan sonra mən bir də əmək dərsinin üzünü görməmişəm. Əmək dərsi saat niyə düzəltsinlər bura? Bilmirəm. Aşpazlığı öyrənmişlər. Bizdə əmək dərsi var idi. Hə. Bizdə müəllimə çox sərt müəllimə idi. Bizə Maşının atanı öldürərəm bura. bizə kitabdan, bütöv kitabı demək olar ki, yazdırırdı dəftərə. Niyə? Yaxşı sualdır. Əmək kitabı var idi bura. Bunlar müasir bura bizdə. Bizdə kurikulum, onlarda təzə kurikulum idi da. Bizdə sizlə nələ, biz səninlə köhnə canavarıq. Bakalina, köynə bakalina bura. Bizdə elə şeylər yox idi. Bizdə Əmək kayf kitabı da. idi. Hə, plastilini götür maşın düzəlt. Heç nə. Mən 11-ci plastilin üzü görməmişəm Mən məktəbdə. 11-ci sinifdə ancaq- məktəbə getməmişəm. Mən ancaq ibtidai siniflər. Getməmişəm. Kim gedib ki? Mən getmişəm. Mən də getmişəm. Mən həm hazırlığa gedirdim, amma mən 11-ci sinifin axırıncı gününə qədər mən məktəbə demək olar hər gün getmişəm. Mən məktəbə gedirdim, müəllimlər Ən mənim sən nə maraqlı vaxtlarda deyirdi? məncə o Sən niyə vaxtlar bura gəlmirsən? Dərs keçmirdilər. Mən də gedib boş-boşuna oturdum O orada. dərs eləyə bilərsən orada gedib. Maraqlı olur. Həqiqətən maraqlı olur. İndi mənim yəqin ki, sinif yoldaşlarımdan adam yaxşı deyil. Amma Onda sabir tuş. Bir dənə də bir tuş heç nə olmaz. amma hər məktəbdə maraqlı deyil sənə belə bildim. O da düz. Məsələn, mən axırıncı oxuduğum məktəb çox maraqlı idi. 11-ci sinifin günbəgün mən məktəbə gedirdim. Çünki bizdə məktəbdə şagirdlər üçün hər şey eləyiblər. Ya hər ay demək olar ki, bizdə yarış var idi. Siniflər arası Bizdə yarış. ildə bir dəfə futbol yarışı var idi. Allah bizdə də həmişə yarış olurdu. Biz vəbşi gedirdik şeydə Nərmanov üzrə oxuyurdum mən 193-də. Orada bütün Nərmanov rayonundakı məktəblərlə yarışlar olurdu. Futbol olsun, osu olsun, busu olsun, məntiq yarışı falan hamısı. Hamısında da iştirak eləmişəm də yəni. Çox səviyyədə onlar, çox Ya mən extra curricular activity ilə məşğul deyil idim. Sən nə edirdin? Basketbol oynayırdın da sən. Basketbol da var idi. Bizdə voleybol var idi. Oğlanlar arası voleybol var idi. Futbol var idi. Hərbi yarışı var idi. Basketbol var idi. Sonra nə Handbol var idi. Handbol yox. Bizdə var idi. Bizdə breyring var idi. Bizdə bir dəfə mənim braining aparıblar. Ondan oldu. Pis olmadı əslində. Uduzdular. Pis deyil idi. Yaxşı, Gedən kimi yaxşı sağ ol. rezultatlar qazandıq. Yaxşı bəs. Sən nə? Basketbolda deməli bir dəfə getmişik, yarışdı Aha. məktəblər arası. Nəsə udduq birini, gəldi Baku Modern. Baku Modern School. Qaqaşın biri var idi, bizim var idi. Hamımız bilsən nə? Bab.
1.50 boyunda, 1.60 boyunda düzələr də belə yığılıb belə uşağıq da. Qaqaşın biri var idi. Qaqaşın bu boyu var idi. Allah haqqı deyirəm, lip hesabla 1.90. Aha, əsl boyu Sən- neçə idi? Hı? Əsl 1.90. Hələ o da boyu. Ha, 1.90 bizə hamımız elə bir şey. Sən nətər qılsasındanıq da. hadi o Qaqaş hardan Kamran atır, babel eləyir də. biz. Tak atır, qaqaş bizə elədi bizi. Dəy sağ olsun 1'ə 5 həll elədi, yola saldı bizi. Qəşəng getib formamızı dəyişdik. Dedi ki, "Vsyo, Bravo evə, evə. evə. Dönər də basmayacaq. Siz dərsdən qaçıb dönər basırdınız məktəbin yanında. Mən 9-a qədər dönər yeməmişəm. Sən adamsan. Bax temanı deyim sizə. Bizdə bir dənə uşaq var idi, deməli dostum. Sinif yoldaşım idi. Brat bir dəfəyə bax özüm ölüm deyirəm. Mamedin dönəri, Nərman da hamı bilir bunu. Yəni ən dadlı dönərlərdən biridir. Həqiqətən Nərman hamı adamlar yoxlamalıdır. Olmamışam çox. Nəysə bu deməli Mamedin dönərindən bu 2 dənə dönər, bir yekə dönər. Brat otururdu bir dəfəyə yerdi bunu. İçinə də sütyotu belə şaqqalayır. Mən də ömrü boyu yemərəm də dönər. Ki nə bilim Nitodur. Nitodu. Zəhərlənərəm. Ana da, ananın o sözü Mama ki, hə, mama də. dönəri xoşlanmış. Hə də, Mama. yəni dönəri yemə də. Kiminsə maması sizdə dönər xoşlayır? Ümumiyyətcə mamaların çoxsu dönərdir, roltondur, chipsdir, hamısından nifrət edirlər. Hə, Yemək olmaz. Yusuf. olmaz. Ölərsən. Olmaz. McDonald's. Oo. Oo, McDonald's pisdir. Sən onu yeysən, sən ölərsən. Hə, Sabahsı çünki- gün sən yoxsan. Mən papa ilə nədən danışıram? Deyirəm, bu niyə sən McDonald's xoşlamırsan da? Deyir ki, McDonald's yeyəndən sonra belə özümü pis hiss eləyirəm. Çünki nə? Çünki mamalar. Çünki McDonald's-dır. mamalar. McDonald's reklam mamalar- eləmək istəsəz bizə əlaqə saxlayın. Çünki babalar da yəni başqa Yo, bir şey papalar çox vaxt demirlər də. Məsələn, Papalar mən hə. papa heç vaxt deməyib ki, bəs dönər yemə. Mənə də heç vaxt Eşitməmişəm. dönər yemir. Amma mamadan mən bunu eşitmişəm ki, dönər yemə. Mən nə oldu? Mənim tamahım gətirdi qaqa. Mənim tamahım şey oldu. Tamah dönər. nədir? Tamah da, yəni tamah düşmək. Necə deyim? Ürək Təkər istəmək. Nə təkər düşmək? Başıva dönüm, dönərimi gətir. Də adamın tamahı düşür. Yəni adam istəyir də onu, yemək istəyir. Mən çoxdan da qəşəng dönər yemək istəyirəm açığı. Get etmam edir. Mən çoxdan yemirəm. Həqiqətən çox Mən sevəcəm. səndən xoşlayıram. Közləmə dönər. O da var, o da gözəldir. Közdə bişirilir. Onun o bir dənə ki, o közün dadı ona hopur. O dönər olur valşebni. Tantuni də qəşəng söhbət. Tantuni sevirsən. Elə də. Xatay dönər yemisiniz? Xatay? Hə. Yox, mən limuzin dönər yemişəm. Limuzin bir dəfə 45 santlıq Hə. dönər yemişəm. Limuzin. Ondan sonra mən orada yemişəm. Ondan sonra çox pis vəziyyətdə idim. 45 santim buradan. Hə. Çox böyük. Çox böyükdür. Yeyə bilmədim axırı kimi. Yox, onu ye, üstündən sonra da uzanaq bizi də ye. Nə? O nətər yeyəsən? 45 santim uzun temadır, bura. Buradan Çox uzundur sənin üçün. Başlayaq inşallah. Vaxt satıb aldı. Gözləmir ol, gözləmir ol. Amma Atvetkası gələcək. Görəsən nə atvetkası. amma məktəb Zəbədə məktəbdə danışanda, məktəbdə bilsən nə yadımdadır? O ki, o siqaret çəkmək tripi olur deyə, o məktəbdən çıx, get, axrannikin yanından çıx bir tər. Onlar məndə olmayıb da, mən siqaret sevmirəm. Biz Məndə də pəncərədən olmuyor. qaçırdıq. Biz pəncərədən tullanıb çıxırdıq. Zabonun üstündən sonra tullanırdıq ki, məktəbin arasından çıxaq. Yo, bizdə hər deşikdə kamera var idi. Bizdə də kamera var idi, amma biz bizə nə idi? Birinci siniflərin otaqlarına girirdik, it basırdıq pəncərədən bayıra. Bunlar da Kamera qışqırdı. Müəllimə, qaçırlar. Bir dəfə amma hamı zaborun üstündən tullanırdı. Bizdə də zaborlar bizim divarlar idi də, beton divar. Yox. Mənim məktəbə baba aparırdı. Bu da arası tələsirdi. Məktəbin zaborunun yanından saxladı. Prosta oradan giriş yoxdur da. Mən gedib bilsən 10 dəqiqə pişkom fırlanım o bir tərəfdən, qayıdım gidim. Dırmaşdım zaborun üstünə. Gör indi nə boyda. Tullandım içəri. Axrannik mənə belə baxır. Baxır ki, bax sən nə edirsən? Deyirəm, heç də yolum uzun idi. Bəs dedim, buradayam da, tullandım keçib. yoxlayım, görüm gimnastam yoxsa yox. Camaat məktəbdən qaçır zabordan, sən məktəbə gəlirsən. Hə, zaborla. Buna nə deyirlər? Buna deyirlər Bekar. 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 Çox bekar. Həddindən artıq bekar. Ona görə də Bekar Times. Cavab verin buna. Yəni Chickidons. Skidons. Belə iş. Sonra nə Metro temalar işlətmişsiniz bu gün? Hə. Mən də işlətmişəm. Sən metroda olmusan bu gün? 100%.
Okey. Metrodan nə söhbətlərimiz var? O qədər. Metroda mənə heç vaxt çatmadığı bir şey. Camaat bir-birinin telefonuna nöşün baxır. Onu mənə izah eləyə bilən adam var, yoxsa yox? Mən- nöşün. Başa düşdünüz, yəni nöşün. Hərdən yolda gedirəm, zaratkam az olur. Mahnıya qulaq asıram da. Bizə baxmağa gözüm nə saxtadır da. Yo, o bir də oyun var, o metro. O ancaq metroda görmüşəm mən. Belə şeylərdə belə toplara vururlar, divarlardan rikoşet edir, dağıdır olan hamısını. Mən oturub baxıram da ona. Bax, YouTube Allah Shorts. metroda mən ancaq daydarların əlində Hə, oyun oyun görürəm, oynamaqlarına Allah'a. baxıram. Yəni sən ya onu oynayırlar ya da Tetris fason bir şey Hə, var. və yığırlar şeyləri bir yerə. Yaxşı, Özümüz oyun də eləyirik. Biz zamanın telefonuna niyə baxırıq? Amma yox da, Ham bir-birinin telefonuna bax. məsəl üçün, Yo, bir dəqiqə bir söz deyim. Okey, oyun oynayan adamın telefonuna baxmaq okeydir. hə, Amma oyun oynayır da. kimsə, kimləsə yazışanda Ha, oturub of. yazışmanı oxumaq nə dərəcədə düzgündür? O Orada elə düzgün sən deyil. eləməsən. Telefonu uzadırsan ki, buyur qardaşım, sən mənim Cavab yerimə versən çatmışdı mənə. yəni. Onun cavabını elə versən Allah qobilə sənin telefonuna. Mən elə eləyən ölü olanda, mən yaşanda görürəm ki, kimsə baxır. Çıxıram chatdan, gedirəm Google-a, giz-gizi bir dənə nəsə yazıram. Bam, qoyuram. paltar yuyan. Sonra belə bizə belə bir gözümdən də belə altdan bunun reaksiyasına baxıram ki, bu indi nə fikirləşir? Ya oturub bizə nəyə baxıram? Paltar yuyan maşın işləyir də, qapısı açıqdır. Götürüb bizə nə kərpic atırlar, paltar yuyan maşın dağılır. Mən baxıram buna ki, hə nə oxuram, mən nəyə Paltar yuyan baxsam? dedim elə bir reperza freestyle dedim mən. Qəşəng mən qəşəng. Bir dəfə o dərəcəyə çatdı ki, Hə. mən telefonda nəsə gülməli bir şey baxırdım. Qabağımdakı duran qaqaş o qədər yəni utanmırdı. Mən gülürəm, o da gülür. O mənim telefonuma baxa-baxa gülür. Reels'a ya da bu TikTok'a baxırdın. Yox, YouTube'da nəsə video Ha, baxırdım. o okeydir məncə. Bir sən Qaqaş. interneti yoxdur bəlkə, oturub baxırdın. Yazışmağa baxmır, gülməli şeylərə baxırdı. Yaxşı, gəlin sizə bir dənə maraqlı sual verim. Hə. Sizcə metroda naşniksiz falan da məsələn çoxumuz naşikdə Hə. gedirik də bu metroya da. Yəni bir tək olanda mahnıya qulaq asırıq. Niyə? Niyə yox? Estağfurullah. İnsanlar naşniksiz olanlar metroda gedəndə nə fikirləşir? Mən də həmişə o sualı verirəm. Nə fikirləşir? Və həqiqətən odur. Dəyən fikirləş görən cavabını tap. O sifətlərinə də belə baxırsan, bax belə oturublar. ya belə Ciddi. Hə, hansıya baxırlar belə havaya da belə çox ciddi. O ciddi dıqı bir dıqı havaya. dıqı da nəsə gedir də beyində də dıqı 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 nəsə də yəni. Amma mən təzəlicə öyrənmişəm ki, insanlar fikirləşməyə bilir. O nə sonra olur? Yəni fikirləşmək istəməyəndə beynindəki fikri saxlayırlar. Sən sabah gələrsən. Mən şəxsən məsələn Hə. naushnik zaratkası olmayanda ya da telefon zaratkası olmayanda cəmaata baxıb fikirləşirəm. Bu insan nə ilə məşğul olur, neçə yaşı var, yəni ailəlidir, Və ailəsizdir. əllərinə baxırsan, fikirləşirsən ki, bu fəhlədir, bu nə işdir? Bu əlləri təmizdirsə deyirsən ki, bu nəsə ofis işidir. Görsən fəhlə əlləridirsə deyirsən, hə bu ağır nəsə işlə məşğuldur. Görsən qara belə barmaqlar deyirsən, hə bu insan metal qayırma. Yox, mən Belə bir kişi kamaz sürür, nəsə belə bir dənə iş görür. Kamaz sürənlər niyə qara olsun Allah? Bütün kamaz şoförləri istəyir gəlir. Belə kamaz şöbürlərinə salarlar. Mən əllərə baxmıram, mən geyimə baxıram. Geyimi, ayaqqabı. Yəni məsələn kostyumdadsa, deməli nəsə bir ofis işidir, nəsə belə bir şeydir. Amma yenə də metrodadır. Nə olsun? Yox, nə olsun yox. Amma- Metronun o şey xoşuma gəlir. Pulun var, pulun yoxdur. Ofisdə işləyirsən, yoxsa kamaz sürürsən. Hamınız metroda bərabərsiz və hamınız sıxlığın içində yaşamalısınız bir təhər. Amma gözlə çıxıram. mən bir şey çatmır. Mən onu ancaq Azərbaycan metrosunda görmüşəm. Başqa hansı metroda olmusan? Başqa xarici metrolarda da Okey. məsələn. Bizdə belə bir fikir var. Söyüş söyləmədim ki. Nə dedi? Hayır da. Bir insan pis. A, bunu kəsərsən. Okay, heç nə. Bunu kəsərsən. Move on. Çünki o elə səslənir. Çox pis Çox səslənir. pis səslənir. Sən belə deyirsən, bunu kəsirsən də yəqin. Hə. ki. Sən deyirsən, Yaxşı, söyüş bəsdir. oğlum. So, Okay, Tamam. move on. Metro. hə, onu bizim metromuzda görmüşəm. Nədir o? Bəzən adam fikirləşir ki, kimsə, hansısa bir şəxs metroda gedirsə, o şəxs kasıb. Yox.
Mən oyuna rastlaşmışam. Necə? Yəni metro işlədirsənsə kasıbsan. Nə əlaqə, bura? Mənə də çatmır. Yəni- Açığı da mən oyuna rastlaşmışam. Hə. Mənə çatmır. Niyə? Nöşün. Mənim bir yerə gedəcəyim məsələn bir məsafə var. Bu məsafədən bunu 60 qəpiyə gedə məntəqəsindən bilirəmsə. Yox, söhbət onda da deyil. A məntəqəsindən ən çox olunan şey budur. A məntəqəsindən B məntəqəsinə mən maşınla gedirəmsə 40 dəqiqəyə, bu metro ilə 10 dəqiqəyə, 15 dəqiqəyə gedə bilirlərsə, təbii ki, Hə, mən niyə metronu taksi seçəcəm. tutmalıyam? Yəni Amma o da qoy bir qırağa. taksin qoy qırağa, öz maşının olsa belə insanlar Daşı. məncə metrodan istifadə Sonra edir. maşının parkovka pulu. O gəldin tutaq ki maşınla şəhərə. Maşın bir dəqiqə Probkaları qoyub bir yana. Maşınla gəlsən, parking. Metro işlədi. Prosta metroda da niyə işlətmək istəmirdi yeni vaxtda da? Sıxlıq. Sıxlıq. Azərbaycanda yer altı da sıxlıqdır, yer üstü də sıxlıqdır. Bir dənə qaldı göylə fırlanır. Onda sənə bir dənə vertolyot alaq da bura. Vertolyot. Uber'in Razıyam. burada vertolyot versiyasını gətirmək lazımdır. Uber'in işləri bizimlə əlaqə saxlayın. Bu birində işi güclü qutarıb deyib ki, Bakıdan mən tez bazar Vertolyot lazımdır. 100% gələcəklər bura. Bakıda adi taksilərimiz 3 manatdır. Vertolyotu gətirəcək, verəcək 10 manatdan, 15 manatdan bir ayın içində Uber batırıb çıxıb gedəcək. Lazımdır verə. Zarafatsız. Mən Niderlandda 6 dəqiqə taksi ilə yol getdim. 6-ca dəqiqə. Hardasa 5 kilometr. 24 evro. 100% Macarıstanın özündə elə bilsən ucuzdur. Macarıstanda da bahadır. Adi Türkiyənin özündə də yəni taksiyə mindinsə indi-bindi deyirlər. Yəni o mindinsə vəsə pulunu yəni doğmalısan da başqa yol yoxdur Macarıstanın özündə. Zarafatsız mən də rastlaşmışam. Başqa ölkələrdə taksi ilə fırlanana baxırlar ki, uy da taksi ilə Ha, gedir. taksi. Amma bizdə Taksi ilə- belə. yəni də Yəni də taksi də nə var burada? taksi. Çox maraqlıdır. Metromuz da taksi- sıxlıqdır. Taksilərimiz də taksis deyil. Amma Bakıda olan probka çox dəhşətli bir şeydir. Bu gün mən məsələn 15 dəqiqəlik yolu 40 dəqiqə çatdım. Ona görə mən metro işlədim. Mən də metro işlədirəm. Görsən, hamısı bir-birinə bağlıdır. Getdiyim yerdə metro yox idi. də, Hara uzaq idi, gedirdin? Uzaq idi. Hara idi? Zinya Bunyadov. Ziya Bünyadov. Ziya Bünyadov Ayna hardadır? Sultanova tərəfə. Ayna Sultanova. Mən başa düşmürəm Aynen bunu. Sultanova tərəfdən ən yaxın metro Gəncə idi də bura. Oradan da Bildim də- minib taksi ilə gedə bilərsən. Yox da oradan öncə sərf eləmir də. Niyə Balaca sərf- bir məsafədir. Orada Uzaq- bilirsən necədir? Ayaqla getmək uzaqdır, taksi ilə getmək çox yaxındır. Yəni də taksinin də bütün mənası odur da. Ona görə skuter bura. Skuter Skuter çox möhtəşəm bir şeydir. həddindən artıq. Ana möhtəşəm şeydir. Yıxılmışam buna bax. O Sən sənsən. sən də. necə skuter yəni. Mən deyiləm, skuterun şeyidir qaqaş. Bir dənə bəxtimdəndir də yəni. Burada deyirlər, tələsən təndirə düşür. Çox tələsdin. Çox tələsdim. Prosta tema nə? Bir dənə skuter var idi. Taksi zakaz edirəm, taksi gəlmir. Həmin vaxtı pik saatdır, gələn yoxdur da yəni. Ancaq atqaz gedirlər. Skuteri gördüm, dedim, nə çatar, nə batar da yəni. Skuter Başlayaq götürdüm. inşallah. Başladı Murat. Başladı. Başladı. Çox pis Getdin, başladı. 40 Getdi. 40 yox. Bunun sürəti 25-dir də. 25-ə bunu sabitləyiblər sürətin. Bunun skuterin niyə xarab olmasını hardan bildim? Nəsimi polis dairəsinə çata-çata 28-ə tərəf düşən yolda. Axı yol dikdir. Fərqi yoxdur. O sürəti dik yerdə olsa belə, onun sürəti qalxmır. 25-də 26-ya qalxsa belə tormoz atır. Ha, əsla tormoz. Murat bu başladı 25. Abi də gördüm 26, 27, 28, 29. Prosesor rolu dıdıdı belə sağ-sol elədi. Bax özümüm deyirəm. Göydə uçanda postu gördüm 30 yazıb. Allah skuter belə mən asfaltın üstünə. Yəni, Bam! həqiqətən bəxtim gətirdi. Bütün qolum, buram, nə bilim, iyi bəxtim gətirdi ki, bölümdən maşın gəlirdi, altında qalmadım onun. Mən yolun qırağı ilə gedirdim. Prosta skuter həqiqətən birdən olur, təhlükəli bax. olur. Metrosuz sıxlıq. Skuteri sənin Xarab. sürəti xarab. Hə. Probkaların içindən çıxmaq olmur. Mən məsəl üçün probkaları hiss eləmirəm. Bax mənim pravam yoxdur bir. 2 də mən ancaq metro işlədirəm. Ona görə probkalar mənim yanımdan bax belə keçir. Amma mən bilirəm ki, papa günün bir hissəsini probkalarda keçirir. 100%. Probkaya düşməmək üçün səhər saat 7-də yuxudan oyanır bir insan. İşi 9-da başlayır. Evdən 8-in yarısı çıxır. Açıq yollarla gedir. Gedir işə tez çatır, tez oturur orada. Amma Beyni O başı ki- dinc oturur. hə, bir dənə ki o probkaya düşməsin insan. Hə, çox probka dəhşət. Siz tərəfdən də indi yəqin şəhərə gəlirsə. Babək prospekti, sonra bu Heydər Əliyev Əliyev prospekti, prospekti. Vay, vay, Koroğlu, Qarayev, Vay, vay, Neftçilər. vay, vay, vay. Oo. Özdə cəmaət oradan işə gedir amma. Hə.
Vəbşi Oo. dəli falan. Ha, Vay, vay, vay. Həqiqət. Uşaq apardılar. Deyirəm nəsə eləyək. Nəsə eləyək. Deyirəm bəlkə bir danışaq. Nədən danışaq? Azərbaycanda bu baş verən son vaxtlar bəlkə bir videolardan zaten danışaq. Bərbərlər. Bərbərlər. Bərbərlərdən danışaq. Bilmirəm, mən bərbərlə aram necədir? Özüm mənim uzun saçımı görmüsən sən vaxtında. 100%. Mən tez-tez bərbərə gedən insan Vahabı birinci oxşuyuram. dəfə görməmi deyim. Görmüşəm. Vahabı birinci dəfə görəndə Vahabda saç yox idi. Vahabı əskər elib ki, əskər saçırdı. Əskər saçla qırxıb, kostyumda gəlibdi universitetə. Vahab ondan sonra düz 1 ildə, yəni 1 ilin içində Vahabın saçı oldu buradan. Başımı qıxdırmırdı. Deyəm, qaqa bu kim idi? İndi belə tezdən baxam. Bu kim, sən kimsən? Sən kimsən? Amma Vahab, yəni mən də Vahabın o vaxtlarını görmüşəm. Birinci kurs vaxtların. Nə bığı var Sən idi? mənə birinci kurs, O sən heç mənə də. uşaqlıqdan O heç, görmüsən. uşaqlıqdan danışıram. İndi bu gördüyü vaxtlardan danışıram da. Nə bığı var, nə saqqalı var, nə saçı var. Özdə saçı da buruq değildi. Gündə Çünki qısaydı. gündə fenliyirdi fenləyir. saçını. Oo, məndə də olub o. Mən saçım var səni uzad var xatır. Mən heç vaxt saçımı uzatmağa qoymurdular. Ona görə həmişə qısa saçla gezmişəm mən. Ona görə də evdən çıxan kimi o ki tək yaşamağa başladım. Birinci elədiyim şey saç uzatmaq idi. Vahab indi bu saçdan danışdı. Hə, bərbərlər. Elə başladıq birinci Hə. ki Allah Məhəmməd ya. Yəni. Səncə o nə yaşayır? Məncə o normal insandır. Həddindən artıq da normal həyat yaşayır və normal işlərlə məşğuldur. Məncə də. Prosta o TikTok marketinq üçün belə bir kontent yaradır. Çünki onun kontenti həm müsbət və mənfi reaksiyalara verir də. Amma TikTokun alqoritmi elə işləyir ki, alqoritm müsbət və mənfi reaksiyaları bir-birindən ayırmır. Onun üçün reaksiyadır. Və o rəqəmlər ona görə trendə düşür, ona görə onun rəqəmləri artır, like, repost. Yəni alqoritm yaxşı pisi ayırmır bir-birindən. Ona görə O ən dəli olduğum toskası sənə. hansı? Videon qoyur. Hə. Videonun üstündə yazır ki, Vüsal stili bu hərəkəti bəyənmədi və yaxud Vüsal stili bunu bəyəndi, bunu elədi. Bilmirəm, onun videolarına az baxmışam. Bu Özü videosuna özünə deyir baxmadı. ki, Vüsal stili. Yəni yox Hə. başın bıraq. Videonun içində videodur məsələn. Videonun üstündə görərsən Lüboyunda, abloşkasında video gedə-gedə. Orada yazılıbdı, üstündə yazılıb. Bəyəndi yoxsa bəyənmədi? Deyər, nəsə oldu da yəni. Vüsal stili nə bilim özünə qızıl bıçaq aldı, nə bilim qızıl qayç aldı. Amma halaldır. Halaldır. Yəni insan baş qıxdırmaq şeylə belə biznes, belə Performans reklam, yaratdı. performans, yəni Vüsal Trend- qırmanın başını buraxıb da söhbət oldu. nəyin başını buraxır? Vüsal qırmanın başını buraxıb. Yo, amma pis qıxmır. Feydin görmüsən necə feyd verir? 100%. Və onun yanında prosta mənim ağılda gedib deyən var ki, Vüsal stili istəmirəm. Teması bəs onun bir dənə videosu var, balaca uşaqdır. Deyir istəmirəm. Uşaq yox istəmirəm demir. Uşaq Ha. deyir ki, mən bu stili istəyirəm. Bu da deyir ki, sənə yaraşmır. Belə baxır bax. Bu yox, bu sənə yaraşmaz. Gəl sənə Vüsal stili eləyək. Uşaq da axı bu deyib axı. Hə. Hə, Vüsal stili. Necə? Sən öz sözünün kəsəri yoxdur? Başlayır uşağı pisiyir, uşağın gözünə az qala yaş gəldi. Uşağı qoysam eləsən uşaq söyləyib ağlayacaq. Ay niyə də ama? Come on da. Yəni. O fake dedin ha. Birisi Aha. də var ha, kölgə. Yəni yəqin hamımız onu görmüsüz. Yəni onu məncə Başlayaq inşallah. Başlayaq inşallah. Bayaq natfetidir. Belə deyir axı. Bu yəni məqsədi nədir? Qaqaş yəni həqiqətən deyirəm. Məhrəban azaddan beri qaqaş atırı koftası. O niyə suya məhrəba ilə girir? Məhrabanı da qoy belə. Xalatla girir suya. Basenin içində kapüşon başında olur. Belə çıxır sudan. Kapüşon da bir dəfə videosu var. Kapüşon da belə ilişir başında belə. Ha. Sonra Onun o dərəcədə bir rola girib ki, o öz əlinə tatu vurdurub. Kölgə. Yazıb ora kölgə. kölgə nə demək? Prosta Yəni kölgə verir də burasına. Şimdi burada durursan burada Aa, tiyatr o feydə kölgə yatırsan, nə bilim. fade kölgə. Amma hədə fade belə baxanda Özdə hafif TikTokda gəlir də. adı bilirsən nədir? Prezident kölgə. President of kölgə. Hani Azərbaycanda fadingi şey eləyən dur. adam bu. Yəni kölgə. President of kölgə. Yanına gedərsiz. Yox.
Amma ona baxmayaraq yaxşı eləyir. Çox professionaldır da Qayçı doğrudan. ilə həqiqətən qayçı ilə eləyirsə, çox yaxşı eləyir. Yəni- Qayçının növləri var. Yox, bir dəqiqə sizə söz deyim. Hə. O, onu Amma yenə də adi qayçı skilldir da. verir. Ay qaqa, mən ona adi qayçı verirəm. Hə, fərqi alınmayacaq. yoxdur. O kölgəni verə bilməz qayçı ilə. Sözsüz amma Onun baxma da, onun Qayçının o darağında imerlə olan o, yəni o qayçının burasındakı olan şeyləri var da. Axı, yəni bu gəl hissəsi. belə eləyək də. Deyirsən qayçıdır hamısı. Gəl mən sənə o qayçıdan alım verim, sən mənə kölgə. Elə kölgə ata Ay bilərsən. sən qurbanın olum. O insan bərbərdir. Yəni Mən burada O da oturmuşam biz. kamera qabağında, o oturub bütün gün budur bax bu. hə də yəni o eləsin bütün də gün da. onu eləməsəydi elə yaxşı eləyə Mənə bizə nə bilməzdi. çatmır. Onu eləyir, zor eləyir. Ha. Qaq onun saqqalı nə olubdu? Yəni 2 gündən bir insan video atır. 2 günə bunun burası uzanır. 2 Hə, gündən bir yəqin budur ki. bax. Uzanır da. Məncə ora tüy yapışdırır təzən belə bilir. Nə seyir qaq. bəlkə flamasterlə zaten. Bəlkə o Markerlə. tuş var, tuş. Xına O ilə zaten. belə sürtürüz də. Sən məndən məsələn. O qədər bekar olsun. Bilmək olmaz. Yəni bu bunu Biraz Yəni video onun o çəkmək qədər üçün vaxtı video var ki, qayçı ilə belə keçməyi video öyrənsin. çəkmək üçün, video çəkmək üçün bu insan gedirsə hansı havuza, xalatla girirsə, mən Məncə o insandan onun hər şey vaxtı var. gözləyirəm. Hə. Yaxşı. Onda Hər şey ola bilər. Reklam eləmək istəyirsənsə bizlə əlaqə saxla. 100%. President of kölgə. Mənə bir dənə kölgə qoyarsan da, vap arxasında sərinləyəcək. 45 santimetrlik dönərin zəhmət olması kölgəsi lazımdır. Başqa ay Vahab müəllim, biz bu gün Məncə qəşəng danışdıq. məncə qəşəng danışdıq. Xoş oldu, həqiqətən deyirəm. Ya Xoş səni oldu. tanımaq. Sən nəyə görürsən ki? Mənə başa düşdü, sən nə olub? Yenə tanıdım onu. Başqa bir insan kimi bu gün. Qəşəng. Onda bir dənə biz də gəl. Mənim lilli dalım. Buyur. Sən nə fikirləşsən epizod haqqında? Çox məncə maraqlı bir epizoddur. Hə. Maraqlı bir topiklardır. Gəlin özümüzü tərifləməyək də çox. Özümüzü tərifləmirik də. Bəlkə Startda özümüzdən zəhmət olmaz. Gəl görüm sən. Ya- Ya belə bir çıxmasını tərifləyiriksə, deməli nəsə görürük ki, tərifləyirik. bizə prosta mütdür, çox bekardır. Çox bekar, ona Oturmuşuq, görə də söhbət bekar eləyirik. times. Amma yenə də Qızıl qayçında çıxarmışam satışa uşaqlar. Tapazda 200 manata əldə edə bilərsiniz. Üstündə Vahabın kölgəsi var. yenə də çox sağ olun ki, ikinci epizodumuzu bizimlə izlədiniz və Sizinlə mən idim. Aytəkin Arxaslı. Sürmə 100, yaşa 100. Super, məncə bu ilə də qutaraq. Çox sağ olun dostlar. abunə Sağ olmağı olun. unutmayın. Sağ olun. Görüşərik.